Bəzən bir məsuliyyətsiz qərar təkcə qanun pozuntusu ilə nəticələnmir. O, insanların həyatını təhlükəyə atır, yol infrastrukturuna ziyan vurur və qarşısı alına biləcək ağır fəsadlara səbəb olur. Bir neçə gün əvvəl xüsusi icazə sənədi almadan və xüsusi müşayiət olmadan hərəkət edən iki iri qabaritli, ağır çəkili yük avtomobili qanunvericiliyin tələblərini kobud şəkildə pozub. Nəticədə yol nəqliyyat hadisələri baş verib, bir nəfər ağır xəsarət alıb, yol infrastrukturuna ciddi ziyan dəyib. Halbuki bu hadisələrin heç biri baş verməyə də bilərdi. İri qabaritli ağır çəkili nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla tənzimlənir. Bu qaydaların əsas məqsədi digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək və eyni zamanda körpüləri, yol ötürücüləri və digər yol infrastrukturu elementlərini qorumaqdır. Belə nəqliyyat vasitələri yalnız xüsusi icazə sənədi əsasında əvvəlcədən müəyyən olunmuş marşrut üzrə və zəruri hallarda avtomobil yollarının mühafizə xidmətinin xüsusi müşayiəti ilə hərəkət etməlidir. Bu tələblərə əməl olunması həm sürücünün, həm də yolda olan hər kəsin təhlükəsizliyi üçün vacibdir. Xüsusi icazə və müşayiət sadəcə formal prosedur deyil, bu riskləri əvvəlcədən qiymətləndirən, qəzaların qarşısını alan və yol infrastrukturunu qoruyan mühüm təhlükəsizlik mexanizmidir. Bir neçə dəqiqəyə qənaət etmək cəhdi bəzən insan sağlamlığına, dövlət əmlakına və digər hərəkət iştirakçılarının həyatına ağır zərbə vura bilər. Yola çıxmazdan əvvəl xüsusi icazə sənədlərini alın, müəyyən edilmiş marşruta riayət edin və təhlükəsizlik qaydalarına əməl edin. Çünki məsuliyyət təkcə sükan arxasında deyil, məsuliyyət yolda qarşılaşacağımız hər bir insanın həyatına verilən dəyərdir.